Ben video atacağım. Onu jurnalistlərə göndər, lazım adamlara. Mən hal-hazırda Ağcabədi xəstəxanasında yatıram və əməliyyat olmuşam. Burada bayaq baxıram ki, yəni xəstənin yiyəsi yoxdur deyə, xəstəni bildiyin üstü, arxası kəsik fəhlə maşından qoyub, meyit formasında aparırlar, harasa atmağa, yəni harasa qoymağa. Bunu mümkün qədər, çox söyləyəm, bunu mümkün qədər harada lazımdır, ictimai yerdə onu ilətdirən həkim də o da. Bunu açıq-aç görüm nə məsələdir, başa düşmədim. Xəstənin adını soyadını etməyi bilmirəm. Elə pəncərədən gördüm, ikinci mərtəbədən çəkdim, atdım sənə. Ağcabədi rayon mərkəzi xəstəxanasındadır, hal-hazırda saat 7-14 dəqiqə işləyib. Bu vəziyyətdə yaz paylaş, həmən vaxt orada kim olub, dejurlər, kim, həkim, onu göndərən kimdə hamısı üzə çıxır.